Polşada yaşamağın ümumi çətinlikləri nədir? Neçə ildir burdasan bu arada? Mən o vaxtı gələndə o vaxtda 6 ay qalmışam. İndi də 1 il 3 aydır. Yəni arada 2 il burada qalmamışam. Yəni arada 2 il yarım burada qalmamışam. Artıq 1 il yarımdır burdayam. Çətinlikləri mənə görə məsələn Bakıda olan normal həyatımızda olan çətinlik yoxdur burada. Məsələn probkada əsəbləşmək, tıxacda qalmaq. Hə, çətinlik. Bəs uyğunlaşmaq insanların xarakteri. Mən burada çoxu elə Azərbaycanlılardır dost danışım. Ona görə mənə görə çox çətin deyil. Bəs səncə niyə polyaklar soyuq millətdir deyə yoxsa? İstəmirəm də onlarla dost olmaq. Okay. Uyğunlaşmayan demək ki, nəsə var da. Uyğunlaşma, əlbəttə ki, mental dəyərlərimiz var da. Başa düşdün? Biz məsələn nəsə zarafat eləyəndə onlar onu başa düşmürlər. Yəni biz nə bilmə elə şeylər var ki, yəni sən onu onlara yəni izah eləsən də onlar onu başa düşməyəcəklər. Ona görə eyni vayda tuta bilmirsən. Hə də yəni prosta onlarla nə ümumi zarafatlar eləyə bilərsən.